Bismillahirrahmanirrahim. Hürmetli ve değerli dinleyiciler, dünyanın her harasında bizi eşidirsiniz. Sizleri salamlayıram. Bəhsimizin mövzusu Əhl-i Quburun ziyarəti və ən üstün olan hədiyyələr ölənlərimizə, dünyaların değişən insanlara nə şeylər ola bilər? Hər verilişdə rivayətlər əsasından bəzilərini izah edirəm. Yetişdik tərəhhüm və istiğfar, Peyğəmbərimiz buyurdu, istiğfarədən üstün bir hədiyyə ölənlərimizə yoxdur, haşa. Ən gözəl istiğfar və dua odur ki, Qur'an bizə öyrədir. Peyğəmbərlər atalarının haqqında belə duaçı olublar. Biz də belə dua eləyək. İbrahim surəsinin 41-ci ayəsində Rəbbənəğfirli və li valideyyə və lil müminin yevmə yəqumul hisab. Allah məni bağışla, mənim ata-anamı bağışla və bütün möminləri bağışla. İnnəllaha təbarəkə və teala yu'til abdə əla qədri niyyətihi. Niyyətiz nə qədər böyük olsa, hissəniz və payız Allahın rəhmətindən çox olar. Nə tək özünüzə istəyəz, yox, tək ancaq özünüzə istəməyin. Ata-anazın haqqında duaçı olun. Allahümməğfirli və li valideyyə. Allah məni bağışla, ata-anamı da bağışla. Və lil müminin, nə tək ata-anam, bütün müminləri bağışla ginən Allah. Nüqsanlarına, əfv qalamı çəkkinən Allah. Ən gözəl dualar. Nuh surəsinin 28-ci ayəsində Rəbbiğfirli və li valideyyə. Allah məni bağışla və ata-anamı da bağışla. Nə gözəl olar bunları namazdan eşiqə. Allahümməğfirli və li valideyyə və lil müminin. Allah məni, ata-anamı və bütün möminləri sən bağışla ginən. İmam-ı Baqir əleyhissalam buyurur, Peyğəmbərə sual verdilər. Nə maraqlı sualdır bu sual. Mən əzəmu haqqən alər-rəcul. Bir belə insanlarla bizim təamülümüz var, davranışımız var. Hamıdan çox ən üstün haqqı olan insana kimdir? Hamıdan çox haqlı olan insana kimdir? Mən əzəmu haqqən alər-rəcul. Hamıdan üstün haqqı olan kimdir? Peyğəmbər buyurdu, validahu, insanın valideyni, ata və ana, heç bir kimsənin haqqı, ata-ananın haqqıca yoxdur. Bunu mən mötərizə olaraq deyim, bu Peyğəmbərdən başqanı deyir, məsum olmayanlar. Heç bir insan, Peyğəmbər və Əhl-i Beyt səviyyəsində haqqı yoxdur. Odur ki, buyurdu, ənə və Əli əbəvə hadihil ümmə. Mən və Əli bu ümmətin atasıyıq. Yəni, həqiqi olan ata Rəsulullah və Əlidir. Biz o məhsumdan başqanı bəhs eləyirik ki, sırf hədiyyələr göndərək. Hamıdan çox haqqı olan insanın ata-anasıdır. İnnər rəcul yəkunu barrən bi validey və huma həyyan. Buyurur ki, insan ata-ananın haqqında yaxşılıq eləyəndir. İhsan eləyəndir, yaxşı rəftar eləyir, onlar diridirlər. Və huma həyyan fəidə ləm yəstəğfir ləhuma kutibə aqən ləhuma. Amma əgər onlara istiğfar eləməsə, Allahümməğfirli və li valideyyə deməsə, buyurur bu haqqı sayılar, haqqı sayılar. Yaxşı davranış yapmayan sayılar, pislik eləyən sayılar. Və innər rəcul yəkunu aqən ləhuma fi həyatihima. Amma bir insan mümkündür ki, ata-ananın diriliyində yaxşılıq etməmiş ola. Fəidə matha. Amma ata-ana öləndən sonra əksərəl istiğfar, çoxlu istiğfar eləyə. Allah mənim ata-anamı bağışla. Allah mənim ata-anamı bağışla ginən. Fəkutibə barrən.
yaxşılıq eləyənlərdən sayılar, yaxşılıq eləyənlərdən. Husn-i xitam olsun. Bir rivayətdə buyurdu: "Ma yemne ahadukum en yebirre valideyhi hayyeyni ve meyyeteyn." Nə səbəb olur, nə mane olur siz ata-analarınızı unutasınız, yaxşılıq etməyəsiniz, istər ata-ana diri olsunlar, istər ölü olsunlar, dünyaların dəyişmiş olsunlar. Ata-ananın dirisi və ölüsü bərəkətli insana. Yusalli enhuma, namaz qılın onların əvəzindən və yetəsəddəq enhuma, sədəqə verin, oruc tutun onların əvəzindən, fəyəkunəl-ləzi sənəə ləhuma və ləhum mithlu zəlikə fəyəzidullah bibirrihi xeyrən kəthira. O işlər, yaxşılıqlar ki, onların əvəzindən yerinə gətirəsiz, hamısı yetişər onlara. Fəyyəzidullah bibirrihi xeyrən kəthirən. Allah sizin payınızın, hissəzin üstünə böyük hissə və pay qoyar, onlara xeyri kəsir yetişəcəkdir. Onlara, ata-anaya xeyri kəsir, çox xeyr yetişəcəkdir. O xeyr insanın özünə də yetişə bilər. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuh.